Bugün tavamıza Faberlikdən sitrusların gücü, soba və plitə təmizləyicisi ilə yeni həyat veririk. Əvvəlcə tavanı qızdırırıq. Üstəlik elə-belə yox, qaz plitəsinin üzərinə tərs çevirib qoyuruq. Deyirlər ki, belə daha effektivdir. Əlbəttə ki, zarafat edirəm, amma əsas odur ki, yaxşıca isinsin. Əlcəkləri geyinirik, bu mütləqdir və sevimli vasitəmizi çıxarırıq. Vasitə isti səthdə daha yaxşı işləyir, ona görə də bolca çəkirib. Süngəri götürüb vasitəni bütün səthə diqqətlə yayırıq. Artıq tavanın hansı rəngdə olduğunu unutmuşam. Yəqin ki, boz idi. Sonra isə təxminən 10 dəqiqəliyə saxlayırıq ki, təsir etsin. Və budur, həqiqət anı. Vasitəni suyun altında yuyuruq. Və nə düşünürsünüz? Həqiqətən də boz rəngdəymiş. Baxın belə. Cəmi bir neçə dəqiqəyə və sitrusların gücü sayəsində tavamıza orijinal rəngini qaytardıq.